Əziz dostlar, əziz izləyicilər, Türkiyənin aqrofon bağları haqqında sizə məlumat vermək istəyirəm. Hər zaman bu bağları paylaşanda izləyicilər tərəfindən biraz düzgün başa düşülmür ki, niyə qiymətlər bahadır. Əziz dostlar, Türkiyənin aqrofon bağları digər ərazilərdən təxminən 2 dəfə qiymət bahadır. Ona görə ki, digər ərazilərdən üstünlükləri var. Ana yola yaxındır, dənizdən məsafə yaxındır, içməli suyu var və digər üstünlüklər. Gəlib inşallah yerində tanış ola bilərsiniz. Əziz dostlar, torpaqlar həmişə olduğu kimi qupcalıdır. Yəni xüsusi mülkiyyət yaşayış məntəqəsi, katastrı, hər bir sənədləri tam qaydasındadır. Bugün sizə təqdim edeyim torpaq 12 sotdur. Yəni burada torpaqlar 6 sot paylanıb. 6 sot tapmaq demək olar ki, hasat məsələdir. İndi bizdə düşüb təxminən ikisi də böyür-böyrə. Ona görə 12 sot kimi təqdim edə bilirik. Bilirəm, indi 12 sotu bağ-bağça əkib becərən kişilər azalıb, demək olar ki, yoxdur, amma ola bilər nadir tapıntı olsun, istəyə bilsin. Əziz dostlar, 6 sotun qiyməti 70.000 manatdır. 2 dənə böyür-böyür 6 sotumuz var və təklif edirəm. 6 sot kimi də verə bilərik, 12 sot kimi də verə bilərik, hətta 3 sot kimi də kimə maraqlı olsa, profildə nömrəmiz var, nömrəmizlə əlaqə saxlaya bilər. Və aqrofon bağlarında bu sayda hazır evlərimiz var, hasarları bizdədir. Günün istənilən vaxtı ofisə yaxınlaşıb, ev kimi də sizə təqdim edə bilərik. Kimsə ola bilsin, torpaq alıb, vaxtı yoxdur tikməyə, cürbəcür proyektlərlə tikilmiş evlər var. 1 mərtəbə, 2 mərtəbə, köhnə tikili, yeni tikili. Hər birinizin yolunu gözləyirəm, hər birinizə təşəkkür edirəm. Yaxşı ki, varsınız.